nun düşüb. Lən yansurnə də burada qadın cinsindəki nunlar burada məbnidir. Yəni bunlar dəyişməz qalır. Sonra lən yansurna burada da var. Lən yansurna bunlar dəyişməz şəkildə nədir? Qalır. Sonra lən tənsuridə burada nun hərfi düşüb. Qadın cinsində nunlar düşüb. Beləliklə, indi aşağıdakı qaydalara baxaq. Təkid-i nəfs-i istiqbal haqqında bilməyimiz gərəklər. Yəni, bilmək olduğumuz vacib qaydalar. Nədir o qaydalar? Müzari feilinin başına gələn lən ədatı, yəni indiki gələcək zaman feilinin başına gətirilən lən ədatı, feilin quruluşunda, ləfzində, ləfz quruluş deməkdir və mənasında dəyişikliklər yaradır. Yəni, dəyişikliklərə məruz qoyur. Yuxarıda anladıldığı kimi, deyildiyi kimi, müfrəd xamisənin sonunu, müfrəd xamisə, yəni o 5 feil vardır ki, bu təsriflərdə, demək, onların sonu, təkləri, müfradat təklərinin sonu nə olur? Nəsb edir. Yəni, təklərinin sonunu neyinir? Fəthələndirir. Fəthə hərəkə ilə oxunur. Sonra, əf'al-i hamisənin nunları düşürülür. 5 feillərdə isə nədir? Nunlar nədir? Düşür. İndi isə növbəti səhifəyə baxaq. Demək, müzari feilinin mənasını, yəni indiki gələcək zaman feilinin mənasını təkidli bir şəkildə gələcək zamanın olumsuzluğuna çevrilir. Yəni